Salam, hörmətli izləyicilər. Mən hüquqşünas Zaur Seyidzadə. Birinci videoda işləyənlərə, müharibə veteranlarına, əlilliyi olan şəxslərə bir neçə şart xəbər çatdırmaq istəyirəm. Zəhmət olmasa videoyu sona qədər baxın ki, sizə hər şey aydın olsun ki, söhbət nədən gedir. Düzdür, mən videonun bir qismini short kimi YouTube kanalına qoyuram, amma orada qısa o. Amma orada videonun adını yazıram ki, yəni siz girib baxarsınız tam video, hörmətli izləyicilər. Həm də ona görə videonu bəyənin ki, mən hüquqşünas Zaur Seyidzadə əlilli şəxs kimi və hüquqşünas kimi eyni zamanda yerdə əlil təşkilatının rəhbəri kimi dünyanın 40 tanınmış əlilləri haqqında kitab hazırlamışam, araşdırma aparmışam. Maraqlı bir motivasiya kitabıdır, 20 manat satıram. Qoy hamı bilsin. Bundan başqa özün əlil arabasında olduğuma görə əlillərim, sonra evdən çıxa bilməyən şəxslərim vəziyyətini başa düşərək telefonla onlayn hüquqi məsləhətlər verirəm. Eyni zamanda ərzəyə də yazıb e-mail, WhatsApp ünvanı göndərəm. Eyni zamanda əyani də məsləhət verirəm. Hörmətli izləyicilər, hüquqi məsləhətin verilməsi YouTube kanalına abunə olan şəxslər üçün 10 manatdır. Zəhmət olmasa videonu bəyənin, qoy hamı bilsin. Bundan əvvəl onu qeyd edin ki, şortla birlikdə mənim 1700-dən artıq videolarım var. İstər sosial yardımdan bağlı olsun, istər pensiyadan bağlı olsun, istər vərəsə ilə bağlı olsun, digər məsələ ilə bağlı olsun. Var, tanış ola bilirsiniz. Hörmətli izləyicilər. Bir də kim video baxıb fayda götürürsə, birinci növbədə dəstək üçün videonu bəyənsin, kanala abunə olsun. İmkan daxilində də qeyd olunan kart nömrəsinə iyanə etsin. 1 manat, 5 manat, 10 manat, kim gücü nəyə çatırsa, hörmətli izləyicilər, dəstək üçün. Təşəkkür edirəm əvvəlcədən. Keçək şart xəbərə. Birinci şart xəbər müqavilədən işləyənlərə aiddir. Artıq siz məzuniyyət pulu, yəni obska pulu əmək haqqından azalmayacaqsınız. Qanun qəbul olunan parlamentdəki minimum, yəni axırıncı ayın nə qədər maaş almışsınızsa, həmin maaşa uyğun sizə məzuniyyət pulları versinlər, yəni obska pulları. Bir şart xəbər ondan ibarət. İkinci şart xəbər ondan ibarətdir ki, Qarabağ veteranlarına və müharibədə iştirak edən şəxslərə minimum məzuniyyət 46 gün azı olmamaqdır. Yəni, çox ola bilər, az ola bilməz. Qanunvericidə dəyişir. O ki, qaldı əlillərə bağlı şart xəbər. Mən hesab edirəm ki, bu daha böyük şart xəbərdir. Özüm də əlil arabasında olduğuma görə bu xəbər sevinirəm. Deməli, parlament qanun qəbul edirlər ki, distant, yəni evdən oturaraq işləyə bilərik. Çox yerdə əlilləri işə götürmürlər ki, bəs bizim binada sənə uyğun şərait yoxdur. Mənim də özüm götürmürdülər, deyirlər. Artıq yeni qanuna görə, yeni qanun çox güman ki, yanvar ayına qəbul olunar. Mən belə düşünürəm. İndi hal-hazırda müzakirə gedir. Ondan sonra artıq evdə işləmək olar. Hörmətli izləyicilər, nəzərə alın. Bu da bizim kimi əlillər üçün böyle bir müsbət bir şeydir ki, ona görə ki, idarə, təşkilatlarda, şirkətlərdə əlilli işə götürməsi üçün əmək zəmanəti tələb olunur. Burada məktub yazılır Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ekspert komissiyasına. Komissiya rəy verir ki, sizin iş yeri əlilliyə uyğundur və yaxud da uyğundur. Çox vaxtı rəy verilir ki, uyğundur. Orada piyəkən var, məndə bir nə var, qapı balacadır, məndə bir əlillinin işləməyinə şərait yoxdur. Burada iş adamına belə deyək, əsas verilir ki, əlilli işə götürməsin. Buna görə əlillər işsiz qalırdı. İndi artıq əlilli olan şəxslər, normal şəxslər evdən işləyə bilər. Müqavilə baxılacaq, burada məzuniyyət pulları da verəcək, maaş da verəcək. Yəni, adi işçi necə olsa, o da o qaydada olacaq. Mən hesab edən şəxsən özüm əlil arabasında olduğuma görə belə qayda eləmişdim. Bu müsbət bir şeydir. Yəni, kvota iş yerləri də olacaq. Artıq iş adamına da bu səhv edəcək ki, ofisə xərcləməsin pul. Eyni zamanda əlilliyi olan şəxs işə getdiyi zaman əlavə maşın tutmaydı, köməkçi tutmaydı. Onu aparmağa bunlara ehtiyac olmayacaq. Müsbət bir şeydir, hörmətli izləyicilər. Mən belə düşünürəm. Eyni zamanda onu qeyd edin ki, bir daha şart xəbər var. Artıq qanun qəbul olunur ki, əmək haqqının ayda bir dəfə yox, minimum 2 dəfə versinlər. Yəni, belə bir şey olacaq. Sovet vaxtı necə avans pausko deyən bir şey var idi, indi də elə bir şey eləmək istəyir, hörmətli izləyicilər. Nəzərə alın, əsas məsələdən biri budur. Jurnalist Sevinç xanım Teğmen qızı da bu sualı izləyicilərine vermişdi. Mən də öz izləyicilərimə sual verirəm. Yazın görün.
Sizə hansı səhifəyə? Ayda bir dəfə maaş almaq, yoxsa minimum 2 dəfə maaş almaq səhifəyə? Onu yazın zəhmət olmasa, hörmətli izləyicilər. Bir daha sonda xatırladıram ki, mənim 1700-dən artıq videom var. Çoxdan böyükdə tanış ola bilərsiniz. Fərdi qaydada hüquqi məsləhət almaq üçün qeyd olunan WhatsApp nömrəsinə əgər saxlayın. Suallarınızı zəhmət olmasa səslə göndərin mənə ki, aydın olsun. Hörmətli izləyicilər. Mən 24 saat ərzində sizin suallara cavab verəcəm. İstər sosial yardımdan bağlı olsun, istər hüquqi məsləhətindən bağlı olsun, istər ailədə yaranmış mübahisənin sülh yolunun həlli ilə bağlı olsun. Qeyd edin ki, mən müəyyən müddət mediator işləmişəm. Ailə mübahisələrində də həlli yollarında təcrübəm var müəyyən qədər. O təcrübəni sizinlə bölüşməyə hazıram. Eyni zamanda mediasiya gedib, məsələnin necə oldu, sülh yolu həll etmək olar, o barədə də sizə məsləhətlər verə bilirəm, hörmətli izləyicilər. Nəzərə alın. Bir məsələ də budur. Həmin ona görə deyən ki, kanala abunə olun ki, bu qanunlar hamısı dilin qanunu. Qüvvəyə minən kimi mən məlumat verəcəm izləyicilərimə. Ona görə deyən abunə olun. Abunə olun, xəbəriniz olsun ki, bu gücəş və imtiyazlardan istifadə edə bilərsiniz. Bir var müzakirə olunsa, bir də var qüvvəyə minsin. Hörmətli izləyicilər. Qüvvəyə minən kimi artıq mediada öz kanalında məlumat verəcəm. Ona görə deyəm, abunə olun, hörmətli izləyicilər. Eyni zamanda sizin abunə olmanız mənə ona görə xeyirdir ki, YouTube mənə ödəniş eləməlidir. Sizin imkanınız yoxdursa ödəniş eləməyin. Heç olmasa YouTube mənə ödəniş eləsin. Hörmətli izləyicilər, bir-birimizə dəstək olaq. İmkan daxilində vacib məsələdən biridir. Ki, yəni siz də razı qalırsınız, mən də razı qalım. Mənim indi hal-hazırda 5600 abunəm var. 10.000 eləmək istəyən ayın axırına qədər. Gəlin bunu edək, hörmətli izləyicilər. İmkan daxilində aktiv olaq ki, abunə yığaq. Paylaşın videonu. Əgər siz paylaşmaya vaxtınız yoxdursa, bir dənə abunə olmaqla, bir dənə bəyənməklə ən azından 7-8 nəfər YouTube özü dəvət edib. Gəlin aktiv olaq, o hamı xəbərdə olsun öz hüquqlarından. Xüsusilə də evli olan şəxslər, evdən çıxa bilməyən şəxslər, yəni onların hüquq məsləhət ala bilsin. Hörmətli izləyicilər. Gəlin belə bir şey edək. Hamısı sevinsin. Sonunda bir daha demək istəyirəm ki, mən bu kitabı yazmışam. Hörmətli izləyicilər. Dünyanın 40 tanınmış əlilləri haqqında. Burada Münbəyis maraqada var, bu zıvıqda var, başqaları da var. Çox maraqlı bir motivasiya kitabıdır. 20 manata satılır dediyim kimi. Bilin. Yəni alın, oxuyun. İndi belə deyək, bizim gənclərimiz müəyyən pis vərdişlər qoşanı, ahüdə olur. Ona görə baxsınlar görsünlər ki, sağlamlığı olmayan şəxs, yəni sağlamlığı imkanları məhdud olan şəxslər görün həyatda nə edib, hansı zirvələr qalxıb. Gənclərə bir motivasiya ola bilər. Əlilliyi olan şəxslərə bir motivasiya ola bilər. Hörmətli izləyicilər, nəzərə alın bu kitab. Buyurun, dediyim kimi, hüquqi məsləhət almaq üçün istər sosial yardımdan bağlı, istər digər mövzularda cəmi 10 manat ödəniş etməklə evdən çıxmadan məsləhət ala bilərsiniz, hörmətli izləyicilər. Bir məsələ bu, nəzərə alın, mütləq qaydada ki, hamı bilsin. İndi bu dəqiqə belə deyədə 10 manata hüquqi məsləhət yoxdur. Ən azı 50 manat 40 manat arasındadır, hörmətli izləyicilər. Normalda mən ərzələri məsəl üçün 50 manata yazıram. İndi bu dəqiqə 50 manata ərzə yazını yoxdur demək olar ki. Olsa da çox nadir bir şeydir. Hörmətli izləyicilər. Mən baxıram. Müəyyən YouTuberlər yemək yeyir, nəsə eyi, hamı onu izləyir. Amma burada hüquq mühafizələrdən söhbət gedir. Amma belə deyəm, baxanda azdır, bəyənən də azdır. Bəyənən o 15 nəfər, 20 nəfər, 30 nəfər belə bir şey. Hər videoda məndə maksimum abunə gəlsin 10 nəfər. Bununla belə iş gedə bilməz axı, hörmətli izləyicilər. Ona görə sizin dəstəyinizə ehtiyacım var. Videonu demişəm, indi də deyəm. Başa düşən o da vacibdir, amma bu da vacibdir. Hansı narkomana dəstək olur, əlilliyi olan şəxslər dəstək olmaq istəmir. Bizim millət çox qəribədir, hörmətli izləyicilər. Ona görə deyəm. Gəlin, mən belə deyəcəm. Mən başqaları kimi deməyəm ki, pul yığıram, nəsə edirəm, yox.
Mən deyən ki, ən azından videonu bəyənin ki, mənim əməyimin bəhəsini YouTube ödəsin, siz ödəyə bilmirsinizsə. Və yaxud baxıb, nədənsə fayda götürürsünüzsə, hansısa vəkilin yanına gedib 50 manat ödəyəcəksinizsə, ödəmə imkanınız yoxdursa, imkan daxilində heç olmasa bu kanal dəstəkləsin 5 manat, 10 manat, 3 manat ödəyin ki, kanal inkişaf edəcək. Bu məlumatlar sizə yəni o qiymətə heç kim verməyəcək. Hörmətli izləyicilər, mən yəni əməyimin bəhəsini istəyirəm. Belə deyək də. Yəni əsas məsələdən biridir. Baxın görürəm ki, cəmi 5400 abunə var. Niyə? Bunu heç olmasa biz 10 minə çatdıraq da, hörmətli izləyicilər. İmkan daxilində vacib məsələdən biridir ki, yəni YouTube ödəniş eləsin, mən də işləyim. Mənim məqsədim odur ki, belə bir inkişaf etdirim ki, yaradım ki, orada həm əli dostlarımın əl işini satırım, həm hüquqi yardım göstərirəm, həm bir neçə şəxs belə işə götürürüm, iş yeri olsun. Əgər belə bir şey eləmək istəyirsinizsə, dediyim kimi videonu bəyənin. Deyərsiniz ki, indi niyə? Bəli, mən baxıram, mənim YouTube var ki, ayda 1000 dollar, 2000 dollar pul götür. Mən də o vəsaiti götürsəm, mən də edə bilərəm. O hesabıma. Buranın hamısını yaradır. Ən azından mən belə deyək, 2000 ayda alsam, özündən başqa hörmətli izləyəcək. Heç olmasa 2 nəfər, 1 nəfər işçi götürə bilərəm. Ən azından köməkçi kimi. Bunu nəzərə alaq, dəstək olaq bir-birimizə. İmkan daxilində. Çox adam, çox şəxs deyir ki, mənim maddi imkanım yoxdur, yoxsa mən dəstək olarım. Və maddi imkan olmadan, pul olmadan dəstək olmaq budur. Bir də bəyənmə, bir də abunə olmaq. Bu nə böyle bir şeydir ki, hörmətli izləyəcək. Demək istədiyim budur. Yəni kim dəstək olmaq istəyir, sadəcə bir də bəyənmə, bir də abunə olmaq yetərlidir. Ki bu kanal qabağa geçsin. Bilirsiniz nə görə? Nə qədər abunə sayı çox olsa, bir o qədər videonun qiyməti qalxır YouTube'da. YouTube'da onun çox ödəniş edir. Bir baxışın sayına görə ödəniş olur. Bir də abunə sayına görə videonun qiyməti qalxır. Hörmətli izləyəcək. Bunu nəzərə alın, zəhmət olmasa. Bir məsələdən biri də budur. Ona görə hamımızın dəstək gözləyirəm. Hamımıza təşəkkür edirəm ki, mənim videomu izləyirsiniz. Bunu daha da artaq. Diqqətli sağ olun, hörmətli izləyəcək. Sağ olun.